Kadayıfımız da var, çeyrəyimiz də var. Dedin nəsə hazırlayacaqsan. Mənə də maraqlı gəldi. Nə hazırlayacaqsan bunlardan belə? Lezzetli Dubai şokoladlı çeyrək hazırlayacağım. Bir miktar kadayıf əlavə edirik. Biraz da kere yağı əlavə edirik. 1-2 xörək qaşığı yaşıl fıstıq əzməsi əlavə edirik. Mən isteğe göre qatlığı normal olsun deyə qatlaşdırılmış süd əlavə edəcəm. İndi isə hazırladığımız bu qarışımı çeyrəyin üzərinə əlavə edəcəyik. Güclə də olsa yapışdırdıq, belə formada olmalıdır. Çeyrəklərimiz özünü tutana kimi dondurucuda saxlayacağıq. İndi isə şokoladlı sadə çeyrək hazırlayırıq. Sadələrimizi də indi dondurucuya qoyuruq. Çeyrəkli və əsl Dubai şokoladlarımız artıq hazırdır. Mükəmməl çıxıb, həqiqətən mükəmməl çıxıb. Sizlər də evdə hazırlaya bilərsiniz. Bu arada yoldaşım ilk dəfədir bunları çeyrəkləri hazırlayır. Artığından da Dubai şokolatı. Artığından da Dubai şokolatı hazırladı.